Ramazan ayı təqva ayıdır. Bütün ibadətlərin qayəsi olduğu kimi, bütün ibadətlərdə məqsəd olduğu kimi, Ramazan ayında da oruç tutmaqda da məqsəd təqvanı əldə etməkdir. Necə ki, Allah Quran-Kərimdə buyurur ki, Ya eyyuhəl-ləzīnə əmənu, kutibə aleykumus-siyamu kəmə kutibə aləl-ləzīnə min qablikum ləalləkum təttəqun. Ey iman gətirənlər, sizdən öncəkilərə oruc vacib buyurulduğu kimi sizə də vacib buyuruldu. Bəlkə Allahdan qorxasınız, təqvalı olasınız. Deməli, oruç tutmaqda məqsəd təqvanı əldə etmək. Başqa ibadətlərdə də hər ibadətin öz məqsədi var. Namazın məqsədi Allahı yad etmək, namaz qılmaqda məqsəd. Necə ki, Allah Quran-Kərimdə buyurur ki, وَأَقِمِ الصَّلَاةَ لِذِكْرِ Məni yad etmək üçün, xatırlamaq üçün namaz qıl. Eləcə də digər ibadətlərin hərəsinin öz qayəsi, məqsədi var. Orucda da məqsəd, oruç tutmaqda məqsəd qarnımızın ac qalması deyil, bütün günü ac, susuz qalmağımız deyil. Əsas məqsəd təqvanı əldə etməkdir. Təqvanı əldə etmək üçün də biz ibadətləri elə etməliyik ki, ona layiq olaq. Yəni, orucu elə tutmalıyıq ki, o təqvanı əldə edə bilək. Necə ki, hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, Mən samə Ramadana imanən və ihtisabən ğufrə ləhu mə təqəddəmə min zənbih. Kim Ramazan oruclarını imanla və savabın Allahdan umaraq tutarsa, onun keçmiş günahları bağışlanır. Eləcə də başqa rivayətdə gəlir ki, Mən qamə Ramadana imanən və ihtisabən ğufrə ləhu mə təqəddəmə min zənbih. Kim Ramazanın gecələrin imanla və savabın Allahdan umaraq qiyamda keçirərsə, ibadətdə keçirərsə, onun keçmiş günahları bağışlanır. Və başqa rivayətdə gəlir ki, kim təravih namazlarının imanla və savabın Allahdan umaraq qılarsa, onun keçmiş günahları bağışlanır. Deməli, məqsəd təkcə orucu tutmaq deyil. Bu ayda cənnətin qapıları açılır, cəhənnəmin qapıları bağlanır, şeytanlar zəncirlənir. Bəzi alimlər deyirlər ki, burada iki ehtimal var. Təfsir alimlər deyirlər ki, İbn Abbas və sair sahabələrdən deyən var. Burada iki ehtimal var. Birinci ehtimal bu sözün zahiridir. Yəni, cənnətin qapıları açılır, cəhənnəmin qapıları bağlanır, şeytan da zəncirlənir. İkinci ehtimal, başa düşülən şey. Yəni, bu ayda o qədər fürsətlər yaranır ki, cənnətin qapılarını açmağa, onun savablarını əldə etməyə böyük fürsətlər yaranır. Eləcə də cəhənnəmdən uzaq durmağa, cəhənnəmə düşməməyə böyük fürsətlər yaranır. Eləcə də bu ayda şeytanlar zəncirlənir. Yəni, o deməkdir ki, yəni başqa ehtimalla desək ki, şeytanlar zəncirlənir. Yəni, şeytanlara qapı açmırsan, ibadətlərə o qədər həris olursan, təqvanı əldə etməyə o qədər həris olursan ki, sən şeytana qapı açmırsan, şeytan sənə vəsvəsə verə bilmir, şeytan sənə yaxın dura bilmir, şeytan səndən uzaq gedir. Amma nə qədər insanlar var ki, görürsən, Ramazan ayında olmağına baxmayaraq, oruç tutmağına baxmayaraq, hələ öz işindədir. Şeytan onu azdırır. Elə şeytanlar var ki, şeytanlar zəncirlənib, amma bunlar zəncirlənməyib. Hələ fitnələr, fəsadlar eləyir, düşmənçiliklər eləyir, ölkələri bombalayır və yaxud nə qədər şeylər eləyir. Bu da onu göstərir ki, yəni, məqsəd orada sadəcə şeytanların zəncirlənməsi deyil. Məqsəd orada insanın ibadətlərlə şeytanı zəncirləməsidir. İbadətlərlə o qədər ibadətlər eləməlidir ki, o şeytana qapı açmasın, o təqvanı əldə edə bilsin. Təqva da Uca Allahdan bizə verilən böyük bir nemətdir. Kim o libası geyinərsə, ən xeyirli libası geyinmiş olar. Necə ki, Uca Allah Quran-Kərimdə buyurur ki, وَلِبَاسُ التَّقْوَى ذَلِكَ خَيْرٌ Təqva libası ən xeyirli libasdır. Təqva libası ən xeyirli libasdır. Sən o libası geyinə bilsən, təqva ilə yaşaya bilsən, bu Ramazanı təqva ilə keçirə bilsən, ən xeyirli keçirmiş olacaqsan Ramazanı. Təqva nədir? Allahın əmrlərini yerinə yetirmək, qısacası, Allahın əmrlərini yerinə yetirmək, qadağalarını çəkinmək. Yəni, Allah sənə nəyi əmr edib? Onları yerinə edirsən. Onları yerinə yetirirsən. Nəyi qadağan edib? Onlardan çəkinirsən. Nə üçün Ramazanda daha çox edirsən? Çünki Ramazanda iman daha çox artır. Ramazan bərəkətli aydır. Ramazan Quranın nazil olduğu aydır. Necə ki, Uca Allah Quran-Kərimdə buyurur ki, İnnə ənzəlnəhu fi leylətil qadr. Biz bu Quranı Qədir gecəsində nazil etdik. Qədir gecəsində, yəni bir gecədə Allah Subhanahu nazil edib. Alimlər buyururlar ki, bir gecədə
dünya səmasına nazil edib 23 ildə dünya səmasından Peyğəmbər sallallahu əleyhi və səlləmə Cəbrail əleyhissalam o vəhyi gətirib. Deməli bir gecədə Allah Subhanahu taala onu Lövh-i Məhfuza yazıb, Quranı göndərib. Oradan da 23 ilə Peyğəmbər sallallahu əleyhi və səlləmə hissə-hissə göndərib. Bu da onu göstərir ki, insan bir əməl etmək istəyən vaxtı, yəni bütövlüklə əməl etməyə çalışmalı deyil. Yəni hissə-hissə etsə, tədricən etsə, az-az etsə, o xeyrə tam şəkildə nail ola bilər. Çünki hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki: "Xeyrul a'mali adwamuha və in qalla." Əməllərin ən xeyirlisi az olsa belə davamiyyətli olanıdır. İnsan əməllərində davamiyyətli olmalıdır. Yəni bu Ramazanda ibadət eləyib Ramazandan sonra tərk etməyin, bu sənə Ramazandan fayda götürməyin demək deyil. Ramazanda çalış ki, əməllər əldə eləyəsən. Və o elə əməllər əldə eləyəsən ki, o əməllər Ramazandan sonra da sənə fayda versin. Ramazandan sonra da sən o əməlləri özünə adət olaraq, özünə vərdiş olaraq saxlayasan ki, Ramazandan sonra da başqa aylarda da o ibadətləri yerinə yetirə biləsən. Çünki ibadət qapıları çoxdur. İbadətin növləri çoxdur. Hədsiz hesabsızdır. Necə ki, şeyxlərimiz buyururlar ki, yəni məsciddə olan ibadətlərdən daha çox ibadətlər məsciddən çöldə olan ibadətlərdir. Yəni məsciddə ola bilsin 5 vaxt namaza gedərsən məscidə. Amma məsciddən çıxdın çölə, bütün ibadət növləri açıqdır. Sədəqə vermək, zəkat vermək, Quran oxumaq, gözəl söz söyləmək, yoldakı əziyyətləri uzaqlaşdırmaq və s. ibadət növləri çoxdur. İnsan bütün həyatını çalışmalıdır ki, ibadətlə keçirsin. Bütün həyatını. Bu o demək deyil ki, işləməsin. İşləsin. İşləməyin də elə işləsin ki, o işləməklə ibadət, yəni elə niyyətlə işləsin ki, o işləməyi ilə ibadət əldə eləsin. Yəni mən o niyyətlə işləsəm ki, mən işləyirəm ki, Allah üçün işləyirəm, niyyətim Allah üçündür, mən bununla ailəmi dolandıracağam və oradan kasıblara zəkatımı verəcəm, sədəqəmi verəcəm, kasıbları dolandıracağam. Bu niyyətlə işləyirəmsə, mənim işləməyim də sədəqədir, ibadətdir. Mən işləməklə də ibadət qazanıram, ibadətli olaram. Və işin içində də kimisə dəvət edəcəm, kimisə haqqı başa salacağam, kimisə haqq yola döndərəcəm, kimisə batildən uzaqlaşdıracağım. Bu niyyətlə daxil olsun, işin də ibadətdir. Necə ki, alimlər buyururlar ki, alimin yuxusu belə ibadətdir. Nə üçün? O yatan vaxtı da elə o niyyətlə yatır ki, mən yatıram ki, səhər durum, gecə tez yatıram ki, gecə durum ibadətləri rahat şəkildə eləyə bilim, gümrah eləyə bilim, ibadətdə mürgürəməyim, yatmayım. Bütün günü durub ibadətlər eləyən vaxtı, Allahın yolunda cihad eləyən vaxtı, bu ibadətlə, əməllərimlə cihad eləyən vaxtı, o mənə bədənim, taqətim yetsin, çatsın. Yoxsa güc qüvvətim qalsın, yoxsa yatmasam, o güc qüvvət əldə edə bilmərəm, ibadətlərə zəif olaram. Onun üçün o yatmağında belə savab qazanır. Deməli, bu alimin 24 saatı ibadətdə keçir. Biz də çalışmalıyıq ki, bu həyatımızın tamamını ibadətdə keçirək. İstər ailəmizin yanında olsaq, istər işimizdə olsaq, istər çöldə, gezintidə, məsciddə, hər bir yerdə ibadətdə olmağa çalışmalıyıq. Yəni, ibadətləri sadəcə məsciddə bilməli deyilik. Məsciddə 5 vaxt ibadət, məsciddə vacibdir, orada daha fəzilətlidir. Amma məsciddən çıxdın, ibadət qapıları sənə daha çoxdur. Ramazan ayında o ibadətləri bərpa etmək üçün, yəni itirmişdinsə bundan qabaq bərpa etmək üçün və yaxud o ibadətləri özünə əlavə etmək üçün fürsətdir. Ramazan ayıdır. Getdin namazı qıldın məsciddə, biraz Qurandan oxudun, dur gəl çıx. Yəni şəhər genişdir, insanlar çoxdur, ibadət edənlər azdır. Çalış onları ibadətə dəvət edəsən. Gözəl sözlə, bir sədəqə ilə, bir hədiyyə ilə, bir Allahın buyurduğu bir kəlmə ilə onları Allahın yoluna çağırasan. Və yaxud kasıbları axtar, kasıblara bir 5 manatdan, 3 manatdan olsa belə sədəqə ilə və ya qayıt otur evində Quranı oxu və ya çıx işi gör, işində ibadət niyyəti ilə gör, onunla da savabı qazan. Ələxüsus insan tək olanda çalışmalıdır ki, özünü qafillər sırasına salmasın.
özünü qəflətə salmasın. Özünü əməlləri ilə başlı başına buraxmasın. Deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm duasında səhər axşam gələndə keçir. Yəni ey Rəbbim, məni nəfsimlə baş-başa buraxma, deyir Peyğəmbər sallallahu əleyhi və səlləm duasında. Bu o deməkdir ki, insan nəfsi ilə baş-başa qalsa, nəfsinin ümidinə qalsa, nəfs nədir? Necə ki, Uca Allah Quran-Kərimdə buyurur ki, İnnən nəfsə ləəmməratun bis-su. Həqiqətən nəfs insana pislikləri əmr eləyir. Nəfs sənə nə pislik var, onu əmr eləyəcək. Nə şər əməl var, nə qəlbə rahatçılıq verir, qəlbə daha doğrusu səhlənkarlıq verir, boş-boşuna işlər var, onu əmr edəcək sənə. Nəfs istəməzsən bütün özü yorasan ibadətlərdə, özü yorasan Allahın kitabını oxumaqla, nəfs rahatlıq istəyir. İstəyir ki, boş-boşuna əyləncələrdə keçirəsən və ya haramlarla keçirəsən. Amma insan nəfsi ilə baş-başa qalmamaq üçün o vaxtını çalışmalıdır ki, qardaşlarla keçirsin, çalışmalıdır ki, ibadətlə keçirsin, ailəsinə vaxt ayırsın, öz nəfsini ilə baş-başa qalmasın. Bu Ramazan ayında da bunu bərpa etməyə, bunları öyrənməyə, bunları gələcəkdə də davam etməyə çalışmaq lazımdır. Və Ramazan artıq yarısı keçmişik, artıq sonlarına doğru gedirik və bu da getdikcə, yəni insan getdikcə, azaldıqca, vaxt azaldıqca insana peşmançılıq gəlir. Bu günlərdə itirdiyim əməlləri, ibadətlər, peşmançılıq gəlir. O peşmançılıq gəlməmişdən qabaq insan addım atmalıdır. Yəni Allaha tərəf addım atmalıdır. Uca Allah Quran-Kərimdə buyurur ki, fəfirru ilallah. Allaha tərəf qaçın. Allaha tərəf qaçmaq lazım. Allaha tərəf yönəlmək lazımdır. Əməllərimizlə, ibadətlərimizlə. Yəni Ramazan az qalıb deyirik, yarısı keçdi deyirik, itirdik deyirik, daha gedib durmalı deyirik. Əksinə, itirdik deyib qabağa getməliyik ki, o itirdiklərimizi əldə edək. Çünki Ramazanın ən fəzilətli gecələri qabaqdadır. Qədir gecələri qabaqdadır. Ən fəzilətli, yer üzünün ən fəzilətli 10 gecəsidir Qədir gecələri. Ramazan ayının axır 10 gecəsi. Bu 10 gecədən, bu axır 10 gündən istifadə etməyə çalışmaq lazımdır. Sədəqələrimizlə, əməllərimizlə, Quranla və sair ibadətlərlə istifadə etmək lazımdır. Allahdan istəyirəm ki, Allah Subhanahu taala bizi bu Ramazan ayında bağışlanan qullarına etsin. Bizi bu Ramazanın xeyrinin əldə edib, şər əməllərimizdən uzaq durmağı bu Ramazan bizə müvəffəq eləsin. Subhanakallahumma və bihamdik, əşhədu an la ilahe illə ent, və estəğfiruke və etûbü ileyk.